Gənc yaşda 20 yaş altı doğuş yapmış qadınlarda. Birisi onlarda çanaq tam funksiyalaşmır, erkən yaşlarda əzələ tam möhkəmlənmir və doğuş edirlər. Bu pasientlərdə çoxsaylı travmatik və böyük ölçülü bəbək dünyaya gətirən xanımlarda olur. Bəzən irsi meyillik də olur. Necə irsi meyillik olur? Məsələn, bunlarda irsi olaraq çanaq əzələ fasiya sistemi zəif olur və sallanma meyil olur, belə deyək. Məsələn, onları sorğulayanda deyir, anamda da var, işte, xalalarımda var, biblərimdə var, sidik qaçırma. Bunu əvvəllər qadınlar çox dilə gətirmirdi, mən sizə deyim, yaşlı qadınlar deyirdi, doğuş eləmişəmsə sidik qaçırmalıyam da. Qadın yaşlananda azma sidik qaçırmalıdır da. Xeyr, qadın yaşlananda sidik qaçırmamalıdır. Bu normal bir hal deyil. Bəli, bunun dediyimiz kimi əsas bu səbəblərdir. Travmatik doğuşlar, böyük ölçülü dünyaya gətirmək çətin doğuşlar və 20 yaşın altında uşaq dünyaya gətirmən bu riski artırır. Bu pasiyentin sosial həyatını etkiləyir. Yəni düşünsənizə sürekli sidik qaçırır, gülə bilmir, normal öskürəndə ya da başqa bir məclisdə olanda çəkinir. Bəzən hətta o səviyyədə gəlir ki, xəstə paketlər istifadə edir. Yəni bu pasiyentin özləri boyuna almasa da qadınların çox psixologiyasını bozur. Halbuki bunun müalicəsi çox rahat, əməliyyatı o qədər rahat bir əməliyyatdır ki, TOT və TVT dediyimiz ən çox börç əməliyyatı da var gəlir ki, biz ən çox TOT və TVT əməliyyatları icra edirik. Çox nazik setkalar, vaginal yolla, heç ümumi narkoz almadan, anesteziya almadan, spinal anesteziya beldən keleşdirmə deyək. Bəzi pasientlərdə hətta yerli keleşdirmə ilə belə icra edə bilirik. Yəni zəif setkalar, çox nazik setkalar sidik hissəsinin boynuna yeridilir və sidik hissəsinin o boynunun oynaqlığı aradan qaldırılır. Yəni pasientlər məmnun olur. TOT və TVT əməliyyatları hər hansı bir riski də yoxdur, böyük bir riski də yoxdur, qanama riskimiz yox. Əməliyyat yarım saat sürür. Əməliyyatdan pasientlər axşamsı günü bəzən əməliyyat olan gün, eyni gün axşam başqa vaginoplastika dərin sallanma əməliyyatları yoxdursa, başqaları olmursa, pasient axşam belə evə göndərilir. 3 gün sonra normal işinə başlaya bilirlər. Bəli, belə bir rahat bir əməliyyatdır. Maliyyəti də o qədər böyük olmayan bir əməliyyatdır. O ki, qaldı o istifadə etdiyimiz setkalar, torlar. Bunlar bədənə qarşı allergik olmayan, keyfiyyətli torlardan istifadə olunur. Necə ki, qrijada, göbək qrijasıdır, işte başqa grijalarda, qasıq yırtığıdır, yırtıqlarda setka istifadə olunur. Bəli, eyni tərkibi torlardır. Yəni bədənə hər hansı bir allergik material deyil. Gözəl, sadəcə bir şey var, bu əməliyyat gözəl icra edilməlidir, bilən tərəfindən icra edilməlidir. Çünki sidik hissəsinə, sidik hissəsinin boynuna, bağırsağa, yəni yan tərəflərə, sinirə, obturator sinir var, damar var, onlara yaxın bir yerdə qoyulur. Yəni bunu peşəkar bilən bir ekip tərəfindən icra edilməlidir ki, səhər o bir gün problem pasiyent yaşanmasın.